Hər vaxtınız xeyir, hörmətli abitentlər. Mənim bioloq Adil Allahverdiyev Instagram səhifəmdə elan gedib. Elanla bağlı bir çox müraciətlər olunur. Yəni sürətli hazırlıq qrupları yaradılır. Sürətli hazırlıq qruplarının bunların dərsləri martın 15-i 20-si arasında başlayacaq. Və bu müddət ərzində mart, aprel, may, iyun və iyul ayları ərzində biz bütün proqramı qurtarmalıyıq. Bu müddət ərzində proqramı qurtarmaq üçün təbii ki, abitenti müəyyən bir bahisdə olmalıdır. Və mən onlayn şəklində dərs keçməyəcəm, çünki onun effekti azdır. Müraciət edilən yalnız canlı dərslərə gələn abitentlər olsun. Onlar yoxlanılacaq, ondan sonra mən müəyyənləşdirəcəm ki, onları götürürəm, yoxsa yox. Və 5 ay ərzində biz bütün həftə boyu işləyəcəyik, həftənin 7 günü. Hansı abitentin vaxtı çatmırsa, minimum 4 dəfə gəlməlidir, 4 dəfə. Hər bölümdən sonra biz sınaq testləri işləyəcəyik. Bu sınaq testləri mənim özüm tərəfindən tərtib olunacaq, DİM standartlarına uyğun yoxlanılacaq, onların hamısının cavabları izah olunacaq və yerləşdiriləcək. Həftə ərzində ən azı 3 dənə mühazirə ediləcək, özü geniş mühazirələr, saat yarımlıq, 2 saatlıq. Və beləliklə, əgər abitentin müəyyən bir bahisi olursa, biz müəyyən bir nəticəni əldə edə biləcəyik. Yəni, bir 3-4 ildir bundan məşğul oluruq, amma bir də deyirəm, abitentin mütləq müəyyən bir səviyyəsi olmalıdır ki, biz o səviyyəni qaldırıb istədiyimiz nəticəni ala bilək. Xüsusilə də abitentlər ən çox əziyyət çəkdikləri bioloji məsələlər ki var, onları biz burada asanlıqla, çox asan yolla öyrədirik. Cədvəl, sxem, müxtəlif qrafiklərdən istifadə edirik və çox asan yollarla o məsələləri rahat həll etmək olur. Nəzərən ki, bioloji məsələlərin 30 testdən 5-i məhz bioloji məsələlər olur. Proqnoz tipli testlər, izahatlı testlər, ümumiləşdirici testlər, təlif olunan fəaliyyət, məsələlər və bunların hamısı müəyyən bəlli səviyyəsi olan abitentlərə çox rahatlıqla öyrədilə bilir. Allah gələcəkdə verilən imtahanlar sizə yolunuzu açıq eləsin, uğurlar diləyirəm. Tanrı yar və yardımcınız olsun, Tanrı Türkü qorusun.